Ağsaqqal adı nüfuzdan düşürmü? Koroğludan başlayan narahatlıq və görünən boşluqlar. Doğru Xəbər TV xəbər verir ki, cəmiyyətimizin əsrlərlə formalaşmış mənəvi dəyərlərindən biri olan Ağsaqqal İnstitutu bu gün də aktuallığını qorusa da, onun mahiyyəti və tətbiqi ilə bağlı ciddi suallar yaranmaqdadır. Ağsaqqal anlayışı təsadüfi seçilmiş bir ad deyil. Bu söz ağ, saflıq, müdriklik və mənəvi təmizlik, saqqalsa yaş, təcrübə və həyat görmüşlük rəmzi kimi izah olunur. Yəni ağsaqqal yalnız yaşlı insan deyil, o cəmiyyətdə söz sahibi olan, ədalətli qərar verən, mübahisələri sakitliklə həll edən, insanlara yol göstərən və davranışı ilə nümunə olan şəxsdir. Bu mənada ağsaqqal statusu sadəcə titul deyil, böyük məsuliyyət və etimad göstəricisidir. Lakin müşahidələr göstərir ki, respublika üzrə keçirilən ağsaqqallar seçkiləri hər zaman bu yüksək meyarlara cavab vermir. Bir çox rayon və kəndlərdə bu proseslər formal xarakter daşıdığı, şəffaflıq və obyektiv prinsiplərinin pozulduğu ilə bağlı iddiaları artırır. Cəmiyyətdə belə bir fikir formalaşır ki, bəzi hallarda ağsaqqal seçimi məhz bu ada layiq olan şəxslərin deyil, müxtəlif təsirlər altında maliyyələşdirilən namizədlərin irəli çəkilməsi ilə nəticələnir. Müqayisə üçün qeyd etmək olar ki, ölkədə zaman-zaman müzakirə olunan qeyri-şəffaf deputat seçkilərində olduğu kimi, burada da bəzən layiq olmayan şəxslərin önə çəkilməsi iddiaları səsləndirilir. Bu isə təkcə seçki prosesində deyil, ümumilikdə institutun nüfuzuna zərbə vurur. Xüsusilə 7-si 4-cü ay 26-cı il tarixində Cəbrayıl rayonunun Horovlu kəndində keçirilən Ağsaqqallar Şurasına seçki ilə bağlı səsləndirilən narazılıqlar bu problemin aktuallığını bir daha ortaya qoyur. Yerli sakinlərin iddialarına görə sözügedən seçki qeyri-şəffaf şəkildə təşkil olunmuş, alternativ namizədlərin iştirakı təmin edilməmiş, səsvermə prosesi isə əvvəlcədən müəyyən edilmiş təsirlər altına formalaşdırılmışdır. Bu kimi hallarsa ağsaqqal anlayışının mahiyyətinə zidd olaraq qiymətləndirilir. Ən ciddi narahatlıq doğuran məqamsa ondan ibarətdir ki, ağsaqqal adını daşımalı olan şəxslərdə bu anlayışın tələb etdiyi xüsusiyyətlər, ədalətlilik, müdriklik, nüfuz və mənəvi təmizlik hər zaman öz əksini tapmır. Bu isə cəmiyyətin həmin instituta olan inamını sarsıdır. Təbii ki, rayon üzrə fəaliyyət göstərən şura rəhbərliyinin ümumi nüfuzu və hörməti danılmazdır. Lakin kəndlərdə keçirilən görüşlər və seçkilər zamanı şəffaflıq prinsipinə kifayət qədər diqqət ayrılmaması ilə bağlı yaranan narazılıqlar bu sahədə ciddi islahatlara ehtiyac olduğunu göstərir. Analitik yanaşma onu deməyə əsas verir ki, ictimai əsaslarla fəaliyyət göstərən belə qurumlar yalnız formal prosedurlarla deyil, real etimad və nüfuz üzərində qurulmalıdır. Əks halda bu institutlar öz mahiyyətini itirərək sadəcə ad olaraq qalacaq. Nəticə etibarı ilə ağsaqqal seçimi kimi mühüm bir prosesin qapalı şəkildə alternativsiz və əvvəlcədən yönləndirilmiş ssenarilər əsasında həyata keçirilməsi nə ənənələrimizə, nə də cəmiyyətin gözləntilərinə uyğun gəlir. Hesab edirik ki, aidiyyatı qurumlar və təşkilat nümayəndələri cəmiyyətdə yaranan bu narahatlıqları nəzərə almalı, gələcəkdə daha şəffaf, ədalətli və həqiqətən də bu ada layiq şəxslərin seçilməsini təmin etməlidirlər. Əks halda ağsaqqal kimi dərin məna daşıyan bir anlayışın dəyərdən düşməsi qaçılmaz olacaq.